Yaşların tabi oğul Süreyya. Təbərrükdür bizim üçün. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve senâhu lillahi rabbil alemin. Esselatu ve selamu ala cemi'il enbiyai vel mursaline vel evsiya. Siyyama khatemil enbiya ve khatemil evsiya. Esselamu ala'l Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evlad'l Hüseyin ve ala ashabil Hüseyin. اَلَّذ۪ينَ بَذَلُوا مُهَجَّهُمْ دُونَ الْحُسَيْنِ aleyhisselam. İmam Rıza aleyhisselamdan bir hadis var. Kafide Şeyh Kuleyni bu hadisi nəql eləyib. İmam Rıza aleyhisselam buyurur ki, elə ki İmam Hüseyin aleyhisselam dünyaya geldi, Hazreti Cebrail nazil oldu Peygamberin yanına. Buyurdu ki, Ya Resulallah, necə ki sən ilə Əlinin misalı Musa Peygamber ilə Harunun misalı kimidir və ona görə də Allah Teala buyurur ki, sənin bu övladına Harunun övladının adını qoyacağım. Harunun iki övladı vardı. Onun övladının adını, o birinci ki Həsənə o qoydu adını, ikincisi İmam Hüseyin aleyhisselama. Ki onun adı Şəbirdir və onun ərəb dilində tərcüməsi olur Hüseyin. Bu adı qoy günə. Yəni bu ki İmam Rıza aleyhisselam buyurur ki, necə ki səndən Əlinin nisbəti, yəni peyğəmbər, təbii hər bir peyğəmbərin vəsisi var. Belə bir peyğəmbər yoxdur ki, onun vəsisi olmasın. Əli aleyhisselam Resulullahın vəsisidir. Peyğəmbərin vəsisidir. Və bu da Allah tərəfindən, yəni bunun Peyğəmbər özü seçmir ki, mən bunu qoyum ya kimi qoyum. Bu Allah tərəfindən olan bir hökmdür. Quran-ı Kərimdə, Əraf surəsində Quran buyurur ki, Allah Teala Həzrəti Musaya Peyğəmbərlik verdi. Həzrəti Musa aleyhisselama qardaşı Harunu vəsi qərar verdi. Və Həzrəti Musa dedi ki, o ki Tur dağına bir müddətlik Həzrəti Musa getməli oldu. Həmin vaxtı qardaşı Haruna dedi ki, ey qardaş, sən mənim burada yerimə qal, mənim əvəzimdən canişin ol. Mənim canişinimin olur. Yəni mənim əvəzimdən peyğəmbərliyi davam elət, mənim məktəbimi davam elətdir. Və Peyğəmbər də eləsiz Resulullah da Təbuk döyüşünə gedəndə, Təbuk döyüşü vaxtı çox çətin bir vaxt idi. Münafiqlər çevriliş eləmək təhlükəsi var idi. Bu tərəfdə orduda sarsıntı ola bilərdi. Peyğəmbər qoşunu topladı. Hamının qarşısında Əli aleyhisselam buyurdu ki, ya Əli, sən mənim əvəzimdən qal Mədinədə vaxlufni. Mənim əvəzimdən xəlifə ol. Əli aleyhisselam buyurdu ki, ya Resulallah, burada qalanların çoxları qadınlar və uşaqlardır. Bir də yaşlılar idi və bəzi adamlar ki, məsləhət vermişəm və orada qalsınlar. Peyğəmbər buyurdu ki, məgər sən razı deyilsənmi ki, mənim canişinim olasan. Çünki sənin mənim yanımda mənzilin, məqamın Harunun, Həzrəti Musanın yanında olan məqamı kimidir. Necə ki Harun Həzrəti Musanın əvəzindən xəlifə olaraq qaldı. Yəni Musanın bütün işini elədi və bütün hamıda
bütün təfsirlər, bütün tarixlər hamısı bu məsələdə bir qənaətə, yeni eşidir bir sözə gəliblər ki, Harun bütün hüquqlara malik idi, həmin hüquqlara ki, Hz. Musa malik idi. Harun Hz. Musa nə etməlidirsə, nə eləyə bilərdisə, onu eləməyə haqqı var idi. İstisnasız olaraq. Kimsən filan şey eləyə bilməzdi, belə şey yoxdur. Deməli, Əli əleyhissalam da Peyğəmbərin əvəzindən vəsi olaraq qaldı. Və Peyğəmbər buyurur ki, ya Əli, sən razı deyilsənmi ki, mənim burada canişinim olasan? Mənim əvəzimdən burada qalıb xəlifəlik eləyəsən. Və bu da Əli əleyhissalamın vəsiliyini açıq-aşkar bəyan elədi ki, bu Peyğəmbərin vəsisidir. Peyğəmbər olmayan vaxtda xəlifədir. İmam Rıza əleyhissalamla bir nəfər yanına gəlmişdi, əhlüsünnənin alimlərindən. Dedi ki, bəs xəlifəliyindən deyir ki, mən qəbul eləmirəm. İmam buyurdu ki, belə bir şey deyim. Təbuka gedəndə, Peyğəmbər Təbuk döyüşünə gedəndə sən qəbul eləyirsənmi bunu ki, Peyğəmbər canişin qoyub Əli əleyhissalamı? Həmin adam dedi ki, bəli, həqiqətdir bu. İmam buyurdu ki, yaxşı, niyə qoydu canişin? Nəyə lazım idi canişin? Dedi ki, axı Peyğəmbər yox olmayan vaxtda Peyğəmbəri əvəz eləyən lazımdır ya yox. Mədinədə birdən təhlükə var idi ki, münafiqlər nəsə eləyərdilər, beləncə bir şey vardı. Və yaxud da münafiqlər heç nə eləməsəydilər, fəsad olardı. Fəsad bürüyərdi cəmiyyəti. Bunun qabağını almağa kimsə lazımdır ya yox. Onda bunun qabağını alma. İmam əleyhissalam buyurdu ki, nə eybi vardı ki, gələcəkdir də Peyğəmbər. Döyüşə gedib gələcəkdir. 10 gün çəksin, 20 gün çəksin, 1 ay çəksin. 1 aydan sonra gələcək, düzəldəcəkdir də. Dedi ki, nə olsun gələcək? Bir ay müddətində o qədər kimlərin, anamların haqqı tapdalana bilərdi, nə qədər adamların qəlbi sına bilərdi, nə qədər fəsadlar baş verə bilərdi ki, o həll ediləsi deyil ondan sonra. İmam buyurdu ki, yaxşı, necə olur ki, 1 aylıq səfərə görə Peyğəmbər yerinə canişin təyin eləyir, amma əbədiz ki, orada artıq gəlməyəcək. Burada heç olmasa gəlib düzəldəcək də. 99%-in heç olmasa gəlib düzəldəcək ya yox, 100% də olmasa. Bəs gedəndə bu gəlməyəcək axı. Və gedəndə necə ola bilər ki, bu yerinə heç kimi qoymasın, heç kimi təyin eləməsin? Yəni, Əli əleyhissalam Peyğəmbərin vəsisi olaraq təyin edildi Təbuk döyüşünə gedəndə. Yəni, bu Əli əleyhissalamın hər tərəfli üstünlüyü idi ki, Allah Teala onu seçmişdi. Necə İmam Məhəmməd Baqir əleyhissalam buyurur ki, Cabir Cöfini təbliğata göndərəndə, harada bizim şiəmizi gördün, ona məndən salam de. Və ona de ki, bizimlə Allahın arasında heç bir qohumluq yoxdur. Yəni, Əhl-i Beytin Allaha qohumluğu yoxdur. Bizim bu dərəcə və məqama çatmağımızın yeganə səbəbi Allah Teala'ya ixlasla bəndəçilik eləməkdir. Biz bunun nəticəsində gəlib bu dərəcəyə çatmışıq. Yəni, Əhl-i Beyt əleyhissalam pak olan bir varlıqlardır, pakdır. Və hətta hədisdə var ki, İmam Hüseyin əleyhissalam dünyaya gələn vaxtı Peyğəmbər gəlib oturmuşdu qapının arxasında. Gözləyirdi İmam Hüseyin əleyhissalamın dünyaya gəlməyini. Birdən gördülər ki, bir nur saçıldı evdən. Hər yerə nur saçıldı. Peyğəmbər Peyğəmbər o nuru görən kimi səcdəyə getdi. Şükür səcdəsi elədi. Səcdədən başını qaldıran kimi səsləndi ki, Əsma. Əsma evdən qapını açdı.
İmam buyurdu ki, Peyğəmbər buyurdu ki, uşağı gətir yanıma. Əsma dedi ki, ya Resulallah, bu dəqiqə paklığımı gətirəcəm. Çünki uşaqlar adətən çıxanda napak olurlar, onu paklamaq lazımdır. Peyğəmbər buyurdu ki, kim? Sən onu paklayacaqsan, onu Allah Taala pak qərar verib. İnnəmā yuridullah liyuzhibə ankumur ricsə əhləl beyt və yutahhirakum təthira buyurub Allah. Əhzab surəsində. Allah Taala'nın iradəsi bundan ibarətdir ki, siz əhl-i beyti bütün eyib və nöqsan sifətlərdən və hər cür çirkinlikdən pak qərar verib. Sən kimi paklayacaqsan? Yəni, Quran-ı Kərim özü Vaqiə surəsində buyurur ki, İnnəhu lə-Qur'anun kərim. Bu, Quran-ı Kərimdir. Fi kitabim məknun. Bir sirli bir yerdən gəlib. Lövh-ü məhfuzdan gəlib. Bunun içində başqa bir həqiqət var. Dərinliyi var bunun. La yəməssuhu illəl mutahharun. Pak olmayanlar buna əl vura bilməzlər, vurmazlar. Halbuki görürük ki, hamı buna əlin vurur. Napaklar məqsədi çıxmaqla, hər məqsədi nəzərə almasa, kafirlər də buna əl vurur, dinsizlər də buna əl vurur. Bu elə əl vurmaq deyil ki, məqsəd əl vurmaqdan məqsəd Quran-ı Kərimin mənasına toxunmaqdır, cildinə yox. Quranın mənasına toxunmaqdır. Quranın mənasına toxunmaq üçün insanın paklığı şərtdir. İnsan gərək pak ola. Pak da necə pak ola? Cismi? Yox. Cismi paklıq kifayət eləmir. Çünki cismi paklıq əsas şərt deyil. Allah Teala Quran-ı Kərimdə dəstəmaz ayəsi var. Maidə surəsində buyurur ki, namaza duranda, yəni hər vaxt istəsəz ki, namaz qılasınız, gərək dəstəmazlı təbii olasınız. Dəstəmazlı da bu cür alın. Üz yuyulur əvvəl, ondan sonra sağ qol, ondan sonra sol qol, ondan sonra başa məs çəkilir, ayaqlara məs çəkilir. Əgər bunu ilə Allah Teala ayəni bitirsəydi, onda deyərdik ki, elə məqsəd paklıqdan elə cismi paklıqdır. Amma bunun ardınca Allah Teala buyurur ki, əgər su tapmasaz, suyun sizə ziyanı olsa, onda teyəmmüm edin. Teyəmmüm də nədir? İki əlli. Vurursan tozun, torpağın, quma, alnıva çəkirsən, burnuva çəkirsən, əllərin üstünə çəkirsən, sonra Allahu Ekber deyə həmin o tozlu namazı başla. Yəni, bu paklıqdan məqsəd mənalara toxunmaqdır. Mənaları başa düşməkdir. Ona görə də Allah Teala Əhl-i Beyti həm cismi pak qərar verib, cismən pakdır, həm mənən, ruhən pakdır. Hər iki tərəfdən Əhl-i Beyt əleyhissalam pakdır. Hər iki paklıq Əhl-i Beytə şamildir. Məsələn, cismi paklıq deyək, cismi paklığa nümunə. Peyğəmbər ki, Məkkədən hicrət elədi Mədinəyə, Mədinədə məscid yeri qərar verdilər. Dedilər, harada məscid olsun, məsləhət oldu, filan yerdə məscid olsun. Həmin məscidin qıraqların hamısını evlə doldurdular. Məscid və evdən qapı qoydular məscidə. Bir qapı elə öz qapıları, bir qapı da evdən açdılar ki, elə qapını açan kimi girsinlər məscidə. Qapılar məscidin içinə açılırdı. Elə Peyğəmbər Məkkədən Mədinəyə köçəndə, Mədinədə. Hamı açırdı, girirdi. Bu da ona səbəb olurdu ki, insanlar olurdu ki, cünub halda açıb girirdilər. Qadınlar olurdu ki, cünub halda və yaxud heyz halında açıb məscidə girirdilər. Allah Taala'dan əmr gəldi ki, ey Peyğəmbər, qapılar bağlansın. Həmin hədisin adı Səddul Əbvab hədisidir. Səddul Əbvab. Qapıların bağlanması, məşhur hədislərin adları var.
qapıların bağlanması hədisi. Və bu hədisi Əhl-i Sünnənin 70-dən çox sənəd kitabı təsdiq eləyib. 70-dən çox sənəd kitabı Əhl-i Sünnənin bu hədisi yazıblar. Ki, Peyğəmbər hamını yığdı bir yerə, dedi ki, Səddul əvvab illa babu Ali. Əli əleyhissalamın evinin qapısından başqa bütün qapılar bağlansın. Bir nəfər dedi, ev qapısı açılanlardan ora. Ya Rəsulallah, sədəttə əvvabi. Ya Rəsulallah, niyə mən qapımı bağlayırsan? Peyğəmbər buyurdu ki, qapıları bağlayan mən deyiləm. Bu Allah Taala'nın əmridir, qapılar bağlansın. Hamının qapısı bağlanmalıdır. Çünki siz hamınız cünub olursunuz. Əhl-i Beyt əleyhissalam cismi pakdır. Bu səhih hədis və təvatürə yaxın qədər, o qədər nəql olunub ki, təvatür demək olar bu hədisə. Təvatür ona deyirlər ki, hamı nəql eləyib, hər yer nəql eləyib. Bu, Əhl-i Beytin cismi paklığıdır. Mənəvi paklıq ondan ötürüdür Əhl-i Beytin şərtdir ki, onlar Qur'anın mənalarına toxunsunlar. Peyğəmbər buyurur ki, mən sizdən sonra 2 əmanət qoyub gedirəm. Səqələyn hədisi, səhih hədis və hamı da nəql eləyib. 2 əmanət qoyub gedirəm. Qur'an-ı Kərim və Əhl-i Beyt. Əhl-i Beyt nə üçündür? Qur'an-ı Kərimi izah eləmək üçün. Qur'an-ı Kərimi oxudun, bunu izah eləyən lazım deyə yox. Əhl-i Beyt Qur'anı izah eləməkdən ötürüdür. Qur'anı başa salmaqdan ötürüdür. Yəni, bir ağda söhbət getdi Səməd kəlməsindən, məsələn ki, hərəsi bir yerə çöllərə düşmüşdülər ki, bu Səmədin öyrənək, qəbilələr gəzək, görə nə mənaları var ki, görək Allahu Səməd nə deməkdir? Biri getdi, gördü ki, əsaya deyirlər, biri gördü nəyə deyirlər, o qədər şeylərə gəldi. Qur'anın mənasını Əhl-i Beytsiz mümkün deyil tapmaq. Özü dağa daşa niyə çırpırsan? Canlı Qur'an oturub orada. Qur'andan soruş. Yazıdan soruşa bilmədin, dedin yazımın dili yoxdur axı. Dedi, bunun dillisi də var da, bunu Qur'anın danışanı da var. Get danışanının üstünə, danışanından o da Qur'andır. Qur'anın özüdür. Qur'anın özündən soruş, canlı Qur'andan ki, ay Qur'an, Allahu Səməd nə deməkdir? Buyurublar ki, Allahu Səməddə imamlar buyurub ki, 2 dənə məna var. Birinci məna budur ki, Allahu Səməd, yəni İmam Zeynul Abidin Aleyhisselam buyurur ki, yəni iləyhi yusmədul hacat. Yəni, bütün hacət, arzu və istəklər ona ünvanlanıb. Bütün arzuların ünvanlandığı adam, varlıq, şəxsiyyət, ünvan. Bütün istəklər, arzular ona ünvanlanıb. Allahu Səməd, yəni Allah həmin şəxsdir, həmin varlıqdır, həmin qüdrətdir ki, bütün arzular onadır. İkinci mənası, Allahu Səməd, Allah ehtiyacsızdır. Ehtiyacsız, amma ehtiyacsız ərəb dilində neçə cür ehtiyacsız var? Yəni, ehtiyacsız kəlməsi ərəb dilində neçə cürdür? Səmədin ehtiyacsız obrilərdə fərqi budur ki, insan özü də yaradandır. Bu ətrafımızda nəyə baxırıq, hamısı insan əlinin məhsuludur, hamısını insan yaradıb. Qarşımızda hər yerə ki baxırıq, hamısı insan yaradıb. Allah Teala da yaradandır, insan da yaradandır. Amma Allah Teala'nın yaratmağı ilə insanın yaratmağında bir əsaslı bir fərq var. Ən mühüm bir fərq. O fərq nədir? O fərq bundan ibarətdir ki, insan
yaratdığı bütün şeylərə möhtacdır. Özü yaratdığına möhtacdır. Amma Allah Taala yaratdığı şeylərin heç birinə möhtac deyil. İnsan nəyə yaradıb? Özü yaratdığına özü ehtiyaclıdır. Özün yaratdığına ehtiyaclıdır. Stəkanı yaradıb çay içməyə. Bu olmasa qalar necə içsin? İnsan nəyi yaradır? Əgər insan elə bir şey yaratsa ki, ona ehtiyacı yoxdur, bütün dünyanın ağıllı insanlar deyərlər ki, bu adamın başı xarabdır. Elə bir şey kəşf edib ki, bəşəriyyətin ona ehtiyacı yoxdur. Yəni deyim, Allahın, o səmədin mənası budur. Yəni Allahu səməd, yəni Allah yaratdıqlarına ehtiyacsızdır. Həmd olsun o Allaha ki, bütün dünya əhli kafir olsalar, ona zərrə qədər ziyan dəyməz. Həmd olsun o Allaha ki, bütün dünya əhli mömin olsalar, ona zərrə qədər xeyir gəlməz. Bu Əli Aleyhisselamın xütbəsindəndir. Yəni, Əhl-i Beyt Əleyhisselam bu mənaları Quranı bəyan eləyəndirə və canlı Əs-salamu əleykə ya şərikəl Qur'an. Salam olsun sənə, ay Quranın şəriki. Eyni hədəfdilər. Eyni məna, eyni hədəf. Biri danışan, biri susan. Biri eyni, biri elmi. Ona görə Quran, imamın qəbul kim eləməsə, düşər ki, özü əlləşdirin. Yox, mən özüm tapacam, onun cavabını heç vaxt tapa bilməz. Heç vaxt. Hətta əhl-i-sünnə kitabları nəql eləyiblər ki, bir gün Əbu Bəkir muizə eləyən vaxtı bir nəfər dedi ki, ey Əbu Bəkir, Quran buyurur və fakihətin və əbbən. Cənnətdə fakihə və əbbən. Əb atadır. Əbbən bəs nədir? Dedi ki, bilmirəm. Əli Aleyhisselamı çağırdılar. Dedi ki, yine Əli Aleyhisselamı çağırdı. Mənə də maraqlı gəldi. Onun əbbən nədir? Fakihə meyvələr deməkdir. Fakihə ərəbdə meyvədir. Orada fakih meyvələr var cənnətdə və əbbən var. Əb atadır. Əbbən bəs onda nədir? Əli Aleyhisselam gəldi. Buyurdu ki, Resulullah'tan eşittim. Resulullah buyurdu ki, əbbən insanların yedikləri otlardır. O otlar ki, insan onu yeyir. Bir var heyvanları yiyəsi otlar, bir var insan yiyən otlar. Burada nə qədər yemlik, nə bilim göyərtilər, nə bilim nə belə şeylər var, hamısı cənnətdə var. Cənnətdə meyvələr də var, insanların yediyi bütün növ ot növləri var. Mənası budur. Yəni bu Əli Aleyhisselamın sözüdür ki, yəni bunlar izah edəndilər Quranı. Bunların vəzifəsi bundan ötürüdür ki, bunlar izah eləsinlər Quranı. Bunlar nədən ötürüdülər? Və hər bir şeyi də ancaq Allahın rizasında görüblər. Ancaq Allaha xatir. Ancaq Allaha xatir. Və hamıdan da bunu tapşırıblar. İxlas. Səmimiyyət, ixlas bu mütləq olmalıdır. Yəni, bu Quranı axtarmaq, bu Quranın mənasını tapmaq ancaq heç özü divara daşa vurmaq lazımdır. Çöllərə düşmək lazım deyil. Sonra da o tapdığın çoxunu mənaların içində qalasan ki, görəsən bunun mənası nədir? Biz neyə indi bunun mənasını? Bir-birinə zid bu qədər məna tapmışıq. Görəsən hansıdır? La və hansını da seçsələr də yenə qalacaqlar şəkdə ki, nə dəlillə bunu, dəlilimiz yoxdur, niyə bunu seçdik? Ona görə Əl-Beyt canlı bir Qur'andır. İmam Cəfər Sadiq Aleyhisselam buyurur ki, Əli Aleyhisselam Siffeynə gedəndə yolu Kərbəladan keçdi. Dedi, ey torpaq, sən xoşbəxtsən. Səndə elə bir insanlar olacaqlar üzərində.
sənin üzərində elə insanlar xeymələr quracaqlar. Sənin üzərində elə bir igidlər atdan yerə düşəcəklər. Sənin üzərində elə kəslərin qanı olacaq ki, onların yer üzündə misli yoxdur. Hərsəmə İbn Süleym adlı bir nəfər deyir ki, mən Siffeyndə Əli əleyhissalamlaydım. Siffeyn döyüşündə Əli əleyhissalamlaydım. Kərbəla ərazisindən keçirdik. Keçirdik orada, Əli əleyhissalam bir yerdə dayandı. Atdan düşdü yerə. Yerdən torpaq götürdü. Torpağı iylədi. Dedi, vahənlək, əyyətühət turbə, bəxtəvər başıva, ay torpaq. Səndə elə bir insanların qanı töküləcək ki, onlardan yaxşı yer üzündə insan yoxdur, mövcud deyil. Hərsəmə deyir ki, mən qaldım belənçinə, dedim, nə danışır, bu kimin qanı töküləcək, haçan töküləcək, burada döyüş burada olmayacaq ki, biz gedirik Şama tərəf Siffeynə. Buranın ona nə dəxli var? Sonra qayıtdım, evə ki gəldim, evə gələndən sonra gəlir bu yoldaşına ki, həyat yoldaşı xalis şiyələrdən idi. Bu elə dildə də belənçinə. Dedi ki, yoldaşına danışır ki, belədir. Həyat yoldaşı deyir ki, küfr eləmə. Əli əleyhissalam Allah Taala'nın vəlisi, Peyğəmbərin vəsisidir. O, boş yerə heç bir hərəkəti eləməz, heç bir boş söz deməz. Deməli, orada haçansa elə adamlar şəhid olacaqlar. Deyir, mən amma inanmadım. Məşəyə söz də, haçan olacaq, qutardı, Siffeyndə qutardı, döyüş də tamam başqa bir yerdə oldu. Bundan sonra nə döyüş, nə şey. Ta ki zaman ötdü. Zaman ötdü. Bizi Küfədən çağırdılar ki, müharibəyə gedirsiniz, xəvaric gəlib. Hökumətin əleyhinə, Yecidin əleyhinə xuruc eləyənlər xəvaricin mənası odur. Xuruc eləyiblər, qiyam eləyiblər, onların qabağına getmək lazım. Hamı zorla yığdılar, apardılar, getdim. İbn Ziyadın ordusunda getdim Kərbəliyə. Getdim Kərbəla,